Biz Mesanat Xeyriyyə Cəmiyyəti artıq 7 ildir ki, yardımsevər könüllülərimizin dəstəyi ilə ehtiyaclı insanların yanında olmağa çalışırıq. Bu video çarxda 2025-ci il ərzində gördüyümüz işlərin qısa yekununu sizə təqdim edirik. Fəaliyyətlərimiz bir neçə istiqaməti əhatə edir. Könüllərimizin dəstəyi ilə il boyunca ehtiyaclı ailələrin ərzaq, geyim ehtiyaclarını qarşılayıb, gündəlik ehtiyaclarına bir qədər də olsa yüngülləşdirməyə çalışmışıq. Xəstə şəxslərin müalicəsinə dəstək olub, dərmanların alınması, xəstəxanalarda yerləşdirilməsinə, əməliyyatlarında maddi dəstək göstərərək onların çətinliklərində az belə olsa onlara kömək etməyə çalışmışıq. İl boyu xüsusi günlərdə, müəyyən tədbirlərdə öz könüllü üzvlərimizlə də görüşməyə yaddan çıxardılırıq. Bu görüşlər bizim daha yaxından bir-birimizi tanımağımıza, fəaliyyətlərimiz haqqında müzakirələrin edilməsinə çox böyük töhfələr verir. Mesanat Xeyriyyə Cəmiyyəti olaraq xüsusilə uşaqların sevincini paylaşmaq bizim üçün çox önəmlidir. Elə bu səbəbdən idi ki, Mesanat öz 7 yaşını da Nur Uşaq Evində qeyd etmişdi. Nur Uşaq Evinin şirin körpələri ilə 7 yaşımızı möhtəşəm bir tədbirlə qeyd etdik. Onlarla sevindik, əyləndik. Bu son olmadı. Çünki biz Nur Uşaq Evinin uşaqlarının istəyi ilə Azərbaycan-Fransa oyununu bir yerdə izlədik. Bu oyun uşaqlar üçün çox əyləncəli, yadda qalan oldu. Bunun üçün də könüllülərimizin dəstəyi, iştirakı xüsusi vurğulamaq lazımdır ki, bu oyunda da könüllülərimiz uşaqlarımıza çox böyük dəstəklik göstərmişdi. Uşaqlarla bağlı tədbirlərimizi adətən uşaqların öz istək və zövqünə uyğun keçirməyə daha çox üstünlük veririk. 1 iyun uşaqların müdafiəsi günündə rəsm bacarığı olan uşaqlar üçün rəsm master klası təşkil olunmuşdu. 1 iyun uşaqların müdafiəsi günü ərəfəsində qadın sığınacağında yaşayan uşaqlarla bir yerdə sığınacağın işçiləri və könüllülərimiz Şamaxı rəsədxanasına səfər etdik. Səfərimiz çox maraqlı keçdi. Uşaqlar rəsədxananın fəaliyyəti ilə, işçiləri ilə yaxından tanış oldu. Daha sonra əyləncə dolu, gözəl bir günlə günümüzü yekunlaşdırdıq. Uşaqlar bayramında daha bir tədbirimiz isə ehtiyaclı və qazi şəhid ailələrinin uşaqları ilə bir yerdə zoopark gəzintisi olmuşdu. Zoopark gəzintisi uşaqlara çox maraqlı oldu. Onlar heyvanlarla daha yaxından tanış oldular. Daha sonra uşaqlarla musiqili, əyləncəli bir gün keçirdik. Uşaqlar bayramı çərçivəsində fiziki qüsurlu, xüsusi qayğıya ehtiyacı olan uşaqları da unutmadıq. Onlar üçün bol əyləncəli, klonlu, musiqili, hədiyyəli bir gün təşkil etdik. Müəyyən bayramlarımızda şəhərimizin təmizliyinə zəhməti olan xanımları da unutmuruq. Onlar üçün maddi, mənəvi ehtiyaclarında yanlarında olmağa çalışdım. Ramazan bayramı münasibətilə ehtiyaclı ailələrin uşaqlarına hədiyyələr paylanıldı. Onların üzündə sevinç və təbəssüm yaratmaq əsas məqsədimiz oldu. Bayram günlərinin şəhid ailələri də unutmadı. Şəhid evlərinə ziyarətlər təşkil olundu, onların dərdinə şərik olundu. Xatirələri ehtiramla yad edildi. Bundan əlavə bilik günü ərəfəsində ehtiyaclı ailələrin və Nur Uşaq Evinin uşaqları üçün məktəb ləvazimatları, çantalar alındı. Bütün bu fəaliyyətlər bir daha göstərdi ki, yaxşılıq paylaşdıqca çoxalır, ümid bölüşdükcə güclənir. Biz bu yolda tək getmirik. Sizin dəstəyiniz, etimadınız və könüllü əməyiniz daha çox ürəyə toxunur, daha çox həyata ümid oluruq.
Mesanat Xeyriyyə Cəmiyyəti olaraq xeyirxahlıq yolunda bizimlə olan hər kəsə ürəkdən təşəkkür edirik. Biz birlikdə daha güclüyük.